Necə hərənin özünə uyğun həqiqəti olursa, səncə hərənin özünə uyğun ədaləti ola bilməz? Öz həqiqətinə mütənasib. Xaos yaranır da. Ona görə də məsələn ölkədə qanunlar sistemi olmalıdır və işlək qanunlar sistemi olmalıdır. Hamı hüququn qarşısında məsuliyyət daşımalıdır. Hüquqdan başqa biz nəyin qarşısında məsuliyyət daşıya bilərik? Qanun, hüquq. Amma bizdə Azərbaycan cəmiyyətində belə deyil axı. Qanuna, hüquqa dəxil olmayan nə qədər adət-ənənələr, ənənələr var, nə qədər müxtəlif düşüncəli adamlar var, onların dəyərləri var. Bir dəfə bu barədə səhv eləmirəmsə verişdə demişdim də. Heç görmüsən bir deputat Azərbaycan xalqının cahilliyinə, insanların cəhalətdən dolayı. Bunun lazım deyil axı. Bunun lazımdır. İnsanlar cahil olmasa o deputat ola bilməz axı. Deməlidir, tərifləməlidir. Böyük xalq, Koroğlular, nə bilim, Həcərlər, belə şeylər deməlidir. Səncə millət vəkili tənqid fokuslu olmalıdır? Funksiyası bilinmir. Yəni olmayıbdı onun funksiyası. Məsələn, bizdə Azərbaycanda niyə hamı deputat olmaq istəyir? Hər bir ümumiyyətlə insanın, Azərbaycan insanın ən böyük problemlərindən biri odur ki, onun içində çoxlu cavabsız suallar var. Mənim yadıma gəlir, mən bir dəfə demişdim ki, Azərbaycan xalqına azad seçki versən, gedib Manaf Ağayevə səs verəcək. Əlinə mikrofon alıb hər kənddə bir ana mahnısı oxuyacaq. Cəmaət deyəcək ki, xoşuma gəldi, gedim. İnsanlar da bu fikri alqışlayır ki, eşq olsun Kəramət bəy düz deyir. İndi içindən Kəramət həmin fikrə bir alternativ bir arqumentdir, qayıdıb deyir ki, Manaf Ağayev ona görə deputat olmaq istəyər ki, o görür ki, məsəl üçün Milli Məclis keyf, əyləncə, yeyib, içmək yeridir. Bu da gedib namizədlik verəcək, deputat olmaq istəyəcək. Manaf Ağayev görsə ki, millətə vəkillik eləmək nə boyda bir məsuliyyətdir. O qorxusundan o məsuliyyətin altına girmək istəməyəcək. Ona görə də gedib namizədlik verməyəcək. Məsələn, Manaf deyirəm də, Manaf olmur, nəmi o birisi olsun.